Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində ucu olur. Onlar öz xoşbəxtliyini, saadətini vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genofondudur desək, səhv etməliyik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, Qəbələ Su İdarəsinin rəisi Mənsur Orucovdur. Mənsur müəllim öz işinin peşəkarı bir insandır. Dövlətə, dövlətçiliyə, xalqa, millətə, ulu öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bugün də davam edir. Onun həyat salnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin, həm də rəhbərlik etdiyi kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Mənsur müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Mənsur müəllim.